Noyabrda bir başqadır sevgilər. Soyuq havalarda üşüyər əllər. Sən yazarsan aşiqlərin üşüyən əllərindən, mən isə yazıram dilənçi uşağın əlcəyə sevgisindən. Sən yazarsan aşiqlərin yağış altda ayaqyalın romantik rəqsindən, mən isə yazıram ayaqları yağışda islanmış kimsəsiz körpələrin bir cüt ayaqqabıya duyduğu sevgisindən. Sən yazırsan aşiqlərin parkda payız gəzintisindən, mən isə yazıram payız nəfəsində parkda gecələyən evsizlərin bir isti otağa, isti yatağa sevgisindən. İkimiz də yazırıq noyabrın sevgisindən.